Salam əziz birincilər, xoş gördük sizləri. Bugün sizlərlə Bahar nəşriyyatının Kiraraz dərsliyindən, riyaziyyat bölməsindən qaldığımız yerdən davam edirik. Bugün sizlərlə çıxmaya aid məsələlər, ona qədər sayma, test 15-i işləyəcəyik. Baxın uşaqlar birinci məsələmizə. Baxırıq birinci məsələmizə. Tamaşa salonunda 10 tamaşaçıdan ikisi salonu tərk etdi. Salonda neçə tamaşaçı qaldı? Baxın uşaqlar deyir 10 tamaşaçı, ikisi tərk etdi. Yəni 10-dan ikisini çıxırıq. Neçəsi qalır? 8-i. Demək cavabımız olur A bəndi 8. Baxırıq uşaqlar indi də ikinci məsələmizə baxalım. Aşpaz boşqabdakı kartofdan 3-ünü istifadə etdi. Boşqabda neçə kartof qaldı? Məsələnin həllinə uyğun modeli seçin. Baxın uşaqlar, boşqab budur. 1, 2, 3, 4, 5. 5 kartof var. 3-ünü istifadə etdik. Yəni 3-ün çıxdıq. Qaldı neçəsi? 2-si. İndi baxırıq uşaqlar. A bəndində 5-dən 4-ü çıxılıb. B bəndində 6-dan 3-ü çıxılıb. C bəndinə baxaq uşaqlar. 5-dən 3-ü çıxılıb. Elə C bəndimiz uyğun gəlir. Baxırıq uşaqlar 3-cü məsələmizə. Orxan səbətdəki 4 almadan bir neçəsini yedikdən sonra səbətdə alma qalmadı. O neçə alma yedi? Uşaqlar deyir səbətdə 4 alma var və daha alma qalmayıbsa, 0 alma qalıbsa, Orxan neçəsini yeyib? 4-ün. Demək 4-dən 4 çıxsaq neçə qalır uşaqlar? 0. Yəni hamısını yeyib. Cavabımız olur B bəndi. Baxırıq uşaqlar 4-cü sualımıza. Aynur Güldandakı güllərdən 4-ünü götürdü. Güldanda neçə gül qaldı? Məsələnin həllinə uyğun misalı seçin. Gəlin baxaq uşaqlar 1, 2, 3, 4, 5, 6. 6 gül var. 4-ün götürdü. 6-dan 4 çıxsaq neçə qalır? 2. Hansı cavabımız uyğundur? A bəndinə baxın. 6 çıxaq 4 bərabərdir 2 ilə. A bəndimiz uyğun gəlir. Baxırıq uşaqlar indi də 5-ci məsələmizə. Uşaqlar 9 şəkər buradan 8-ini yedilər. Neçə şəkər bura qaldı? 9-dan 8-in çıxaq uşaqlar. Neçə qalır? 1-i. Demək neçə qaldı? Cavabımız olur B bəndi 1. Baxırıq uşaqlar indi də 6-cı məsələmizə. Ayı meşədən topladığı 10 armuddan 4-ünü dostuna verdi. Onun neçə armudu qaldı? Məsələnin həllinə uyğun modeli seçin. 10 dənə armud var idi. Elə uşaqlar 4-ün dostuna verdi. 10-dan 4-ün çıxsaq neçə qalır? 6-sı qalır. Gəlin baxalım. A bəndində 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10'dur. Ondan neçəsini çıxıbdır? 1, 2, 3, 4, 5. 5'in çıxıb. Uyğun deyil. Baxın uşaqlar, B bəndində 10'dan 6'sını çıxır. Uyğun deyil. Baxırıq C bəndinə. 10'dan 4'ün çıxır, qalır 6'sı. Elə C bəndimiz uyğundur. Baxırıq uşaqlar 7-ci məsələmizə. 7 topdan biri qutunun çölündə, qalanları isə içindədir. Qutunun içində neçə top var? 7'si var, biri qutunun çölündədir. 7-dən 1 çıxsaq neçə qalır? 6. Demək qutunun içində neçə top var uşaqlar? C bəndi 6. Baxırıq uşaqlar 8-ci məsələmizə. Aynurun 6 gəlinciyi var. O gəlinciklərdən 5'ini bacısına verərsə, neçə gəlinciyi qalar? 6 gəlinciyi var, 5'in verir. Neçəsi qalır? 6-dan 5'in çıxsaq neçəsi qalır uşaqlar? 1'i qalır. Demək cavabımız olur A bəndi. Baxırıq uşaqlar 9-cu sualımıza. Aysel ilə Muradın yaşları cəmi 10'dur. Ayselin 3 yaşı var. Muradın neçə yaşı var? Baxırıq uşaqlar yaşları cəmi 10'dur. 10'dan 3 çıxsaq neçə qalır? 7 qalır. Demək Muradın neçə yaşı var? 7 yaşı var. Cavabımız olur B bəndi. Baxırıq uşaqlar 10-cu sualımıza. Ceyhunun 8 yaşı var. 2 il əvvəl onun neçə yaşı var idi? Məsələnin həllinə uyğun modeli seçin. Ceyhunun indi 8 yaşı var. 2 il əvvəl, yəni 2 il çıxırıq. Baxırıq indi. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8, 2 çıxsaq neçə qalır? 6 qalır. Elə A bəndimiz uyğun gəlir. Baxırıq uşaqlar indi də çıxmaya aid məsələlər, ona qədər çalışma 15'ə baxırıq. Gəlin baxağın birinci çalışmamıza. Şəkilə əsasən məsələ qurun və həll edin. Baxın, var idi. 1, 2, 3, 4, 5, 6, 7. 7 şar var idi, partladı. 1, 2, 3. 3'ü partladı. Nə edirik? 7 çıxaq 3. Neçə qalır? 7-dən 3 çıxsaq neçə qalır uşaqlar? 1, 2, 3, 4. Neçə qaldı?
4 qaldı. Baxırıq uşaqlar, ikinci məsələmizin şəkili əsasən məsələ qurun və həll edin. Var idi, neçə gəlincik var idi? 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 gəlinciyimiz var. Bacısına verdi. 1, 2, 3. 3'ün verir bacısına. Nə edirik? 8-dən 3 çıxırıq uşaqlar. Neçəsi qalar 8-dən 3 çıxsaq? 1, 2, 3, 4, 5. Neçə qaldı? Əlbəttə ki, 5. Baxırıq indi də üçüncü məsələmizə, şəkilə əsasən məsələ qurun və həll edin. Gəlin baxaq. Var idi 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9 şam var idi. Söndü. Neçəsi sönür? 1, 2, 3, 4. 4'ü söndü. 9'dan 4 çıxırıq. Neçə qalır? 1, 2, 3, 4, 5. Neçə qaldı? Əlbəttə ki, 5 qaldı. Baxırıq uşaqlar indi də dördüncü məsələmizə. Şəkilə əsasən məsələ qurun və həll edin. Gəlin baxaq. Var idi 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 dənə alma var. Neçəsi yeyildi? 1, 2, 3, 4. 4'ü yeyildi. İndi nə edirik? 10 çıxaq 4. Ondan 4'ün çıxırıq uşaqlar. 1, 2, 3, 4, 5, 6. Neçə qaldı? Cavabımız olur 6. İndi isə baxırıq uşaqlar 5-ci məsələmizə. Baxağın. Kekslərin sayı pizza dilimlərinin sayından neçə dəfə azdır? Gəlin baxaq. 1, 2, 3, 4, 5, 6. 6 pizzadır. 1, 2, 3, 4, 5. 5 də keks. Baxırıq 6'dan 5 çıxsaq neçə qalar? 1 qalar. Baxırıq uşaqlar indi də 6-cı məsələmizə. Adilin yaşını tapın. Mən bacımdan 4 yaş kiçiyəm. Adil bacısından 4 yaş kiçikdir. Bacının neçə yaşı var? 8 yaşı var. Nə edirik uşaqlar? 8'dən 4 çıxırıq. Cavabımız neçə olur? 4 olur. Baxırıq uşaqlar 7-ci məsələmizə. Rəfdə 7 nağıl kitabı və bundan 3 ədəd az şeir kitabı var. Rəfdə neçə şeir kitabı var? Ədəd üçlüyünü tamamlayın. Baxaq uşaqlar. Necə tamamlayırıq? 7 nağıl kitabı deyir. Bura yazırıq 7. 3 ədəd az şeir kitabı. 3 çıxırıq. Rəfdə neçə kitab qalır? Əlbəttə ki, 4 kitab qalır. İndi isə baxırıq uşaqlar 8-ci məsələmizə. Konfetlərin sayı dondurmaların sayından neçə ədəd azdır? Baxırıq uşaqlar, əvvəl nə edirik? 1, 2, 3, 4, 5, 6. 6 konfet var. Baxaq dondurmaya. 1, 2, 3, 4, 5, 6, 7. 7 də dondurma var. 7'dən 6 çıxsaq necə qalır? 1. Demək, konfetlərin sayı dondurmanın sayından bir ədəd azdır. Yəni ki, 7 dondurmadır, 6 konfetimiz var. Baxırıq uşaqlar 9-cu sualımıza. Güldanda 7 gül var, 4'ü soldu. Güldanda neçə gül qaldı? 7'si var idi. 4'ün çıxırıq. Neçəsi qalır? 7'dən 4 çıxsaq neçə qalır uşaqlar? Əlbəttə ki, 3 qalır. İndi isə baxırıq 10-cu, sonuncu sualımıza. Baxağın uşaqlar. Müəllimin verdiyi 10 misaldan 8'in həll etdim. Neçə misal qaldı? 10 misaldan 8'in həll edibsə, ondan 8'in çıxsaq neçə qalar? 2. Demək, 2 misalımız qalıbdır. Əziz dostlar, bugünlük bu qədər. Növbəti videolarda görüşərik. Sağ olun.